Davam edirik. Yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Birləşmiş Ştatlar prezidenti Donald Trump arasında görüş baş tuta bilər. Hürriyyət qəzeti yazır ki, Ərdoğan-Trump görüşünün Ankarada reallaşması ehtimalı var. Çünki may ayında Trumpın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri gözlənilir və Türkiyə bu səfərin son dayanacağı ola bilər. İkinci ehtimala görə isə görüş Ağ Evdə yayda olacaq. Trump martda Ərdoğanla telefon danışığında Birləşmiş Ştatların regional siyasətində Türkiyə ilə işləyəcəyini söyləmişdi. İndi əsas müzakirə görüşün gündəliyidir. Gözlənilən də odur ki, Trump Ərdoğandan Rusiya-Ukrayna müharibəsində atəşkəslə bağlı səyləri artırmağı istəyəcək. Bəs liderlərin görüşündə yaxın şərqlə bağlı hansı planlar razılaşdırıla bilər? Növbəti süjetimizdə bunu araşdırmışıq. Türkiyə və Amerika Birləşmiş Ştatları prezidentləri Rəcəb Tayyip Ərdoğanla Donald Trump arasında gözlənilən görüş Ankarada baş tuta bilər. Bu barədə Hürriyyət qəzeti məlumat yayıb. Ərdoğan-Trump görüşü üçün hər iki tərəfdə hazırlıqlar davam edir. May ayında Trumpın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərləri gözlənilir. Trumpın son dayanacağı isə Türkiyə ola bilər. Başqa bir ehtimal prezident Ərdoğanla Ağ Evdə görüşəcəyi ilə bağlıdır. Bunun aprel və ya mayın sonu olacağı deyilmişdi. İndi də diqqət iyun ayına yönəlib. Ərdoğan-Trump görüşü üçün Ankara və Vaşinqton variantları üzərində iş aparılır, deyə Hürriyyət qəzeti yazıb. Hakimiyyətə gələn kimi Rusiya-Ukrayna müharibəsinə son verəcəyini deyən Trumpın hələ Putinlə görüşməmiş Türkiyə lideri ilə görüşmək istəməsi və məkanın məhz Ankara olması hazırda davam edən siyasi proseslər nəzərə alınanda başa düşüləndir. Belə ki, Trump son qərarları ilə Avropa İttifaqını qarşısına almaqla yanaşı Rusiya ilə danışıqlarda da nəticə əldə etməyib. Üstəlik NATO-ya hərbi dəstəyini də dayandıracağını bildirib. Bütün bunların fonunda görünür Ağ Ev rəhbərinin həm NATO və Avropa üzərində sözünü deyə biləcək, həm də Kiyev və Moskva arasında atəşkəsi təmin edəcək əməkdaşa ehtiyacı var. Siyasi reallıqlar kontekstində Ərdoğan Trumpın ən çox ehtiyac duyduğu liderlərdən biridir. Məlum məsələdir ki, nəzərə alsaq ki, Amerikanın məhz Avropa dövlətləri ilə münasibətləri qırılma həddinə gətirdiyi bir vaxtda, gömrük rüsumlarının tarifini yüksəltdiyi bir vaxtda, NATO ilə bağlı kəskin bəyanatların səsləndirildiyi bir vaxtda, Ukraynaya dəstəyin azaldıldığı, Rusiya ilə münasibətlərin ilumlu bir vəziyyətə gətirildiyi bir vaxtda Avropada özünün maraqlarını müəyyən mənada tənzimləyəcək, tarazlaşdıracaq bir gücə ehtiyac var ki, Türkiyə təbiidir ki, bu baxımdan Avropada seçilən güclərdən biridir. Üstəlik diqqətdə saxlanılmalı digər məqam isə yaxın şərqdə cərəyan edən proseslərdir. Belə ki, Trump hakimiyyətə gələndən bəri İran üzərində təzyiqləri artırır və bölgəyə mümkün hərbi əməliyyatların olacağı barədə açıqlamalar verir. Doğrudur, Tehranla aparılması planlaşdırılan savaşda Vaşinqtonun əsas tərəfdaşı İsraildir. Hətta Təl-Əviv rəhbərliyi son dövrlər həyata keçirdiyi hərbi əməliyyatlarla bölgədə İrana bağlı qüvvələri məhv edib və rejimin gücünü böyük ölçüdə zəiflədib. Amma Suriyada hakimiyyətin ani olaraq dəyişdirilməsi, yeni hökumətin Ankaranın yanında yer alması İsrailin yaxın şərqdə rahatlıqla hərəkət etməsinə maneəçilik törətməyə başlayır. Təbii ki, Suriya fonunda İsrail və Türkiyə münasibətlərində də gərginlik artmağa başlayır. Görünür, Donald Trump Türkiyə səfəri çərçivəsində Avropa məsələləri ilə yanaşı eyni zamanda İsrail-Türkiyə münasibətlərini də normallaşdırmağa çalışacaq. Üstəlik Birləşmiş Ştatlar bu addımla həm İranla mümkün qarşıdurmada Ankaranın dəstəyini alacaq, həm də yaxın şərqdəki prosesləri yaxından izləyə biləcək. Yaxın şərqdə kifayət qədər ciddi proseslər baş verir. Birincisi, Suriyada hakimiyyət dəyişikliyi oldu və yeni hakimiyyət Qərblə, həmçinin Türkiyənin isti münasibətləri var. Bundan başqa, Türkiyənin İsraillə son zamanlar Suriya ətrafında bir gərginlik içərisindədir və təbii olaraq İran-İsrail arasında davam edən gərginliyi də Trumpın regional səfərinin əsas səbəblərindən qeyd etmək olar. Yaxın şərqin aparıcı ölkələrindən biridir Türkiyə və Türkiyənin bu regiondakı tarixi keçmişi və təsir imkanları daha çoxdur. Amerika Birləşmiş Ştatlarının da bu məsələdə Türkiyəyə çox ehtiyacı var. Digər tərəfdən davam edən siyasi oyunlar Avropa ölkələrinin də diqqət mərkəzindədir və eyni ilə Birləşmiş Ştatlar kimi ittifaq üzvləri də Türkiyə ilə əməkdaşlığa üstünlük verirlər. Ankara ilə əməkdaşlıq reallaşacağı təqdirdə isə ittifaq dövlətləri Türkiyə vasitəsilə Avropa və Amerika Birləşmiş Ştatları arasındakı gərginliyi normallaşdırmağa, Şərqi Avropa cəbhəsində Ukraynanın lehinə atəşkəsin imzalanmasına, həmçinin Vaşinqtonun qoca qitə üzərindəki təsirlərini azaltmağa çalışacaqlar. Aslında Avrupa Birliği Amerika-Türkiye ilişkilerinin bu durumunu göz önünde bulundurarak
Türkiye'yi yanına alarak bir anlamda Avrupa Birliği ile Amerika arasında bir arabuluculuk, Avrupa Birliği Rusya ile gerginlikte ise Türkiye'yi Avrupa Birliği'nin kalkanı olarak değerlendirecek bir süreci ilerletecek. Bu da aslında Türkiye'nin Avrupa Birliği'ne ayrıcalıklı ortaklık olarak girmesinin önünü açar. Avrupa Birliği Rusya rekabetinde Türkiye arabulucu olur. Orta Doğu'da Trump Türkiye'siz herhangi bir hamle yaptırması mümkün değil. Göründüyü kimi, hazırda bir çox böyük dövlətin Türkiyənin dəstəyinə və əməkdaşlığına ehtiyacı var. Təbii ki, baş verən proseslər fonunda Ankara da mühüm fəaliyyətlər əldə edə bilər. Birləşmiş Ştatların tətbiq etdiyi tariflərdən kənarda qalmaq, Ukraynanın bərpası prosesində iştirak, Avropa İttifaqı ilə müxtəlif müqavilələrin imzalanması kimi nümunələr buna misal ola bilər.